Mən Rövşən bəyi bugün ilk dəfə görmüşəm. Şəkillərini belə görməmişdim. Amma əsərlərini o qədər sevərək oxumuşam ki, çox təsir eləyib. İnsanların hər birinin həyatda bir rolu var. Bu kitabları oxuyan hər kəs o rollardan birindədir. O duyğuların hamısını hiss eləyir. Ona görə mənim üçün çox təsirlidir kitabları. Məni Azərbaycan dilində oxumağa sevdirən bir yazıçıdır. Əvvəlcə Dostoyevski ən sevdiyim yazıçı idi, amma hətta Dostoyevskidən də mənə çox qiymətli oldu. Hər kəsə Rövşən Abdullaoğlunu tanımağa, tanıtdırmağa, oxumağa və oxutdurmağa dəvət edirəm. Mən oxumuşam, fayda görmüşəm. İstədim ki, hər kəs də oxusun, fayda görsün. Bu kitabı ikinci səfər oxuyanda həqiqətən həyatımda çox dəyişiklik oldu. Sizlərə də tövsiyə edirəm ki, Rövşən Abdullaoğlunun kitablarını oxumağa dəyər.